Şəhid leytenant Qabil Orucəliyevin qardaşı İsa Orucəliyev xərçəng xəstəliyinə qalib gəlib. Bu barədə ictimai fəal Eliyar İslamoğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, son 8 ayda Türkiyədə müalicə alan İsa Orucəliyev bugün Naxçıvana qayıdıb. O, hava limanından birbaşa şəhid qardaşı Qabil Orucəliyevin məzarını ziyarət edib. Qeyd edək ki, İsa'nın müalicəsi üçün yardım aksiyası təşkil olunmuşdu. Müalicənin ilk mərhələsi xalqın müxtəlif dövlət qurumlarının dəstəyi ilə qarşılanıb. Sonrakı mərhələnin xərclərini isə Heydər Əliyev Fondu üzərinə götürüb. Heydər Əliyev Fondunun vitse-prezidenti, İdeya İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Şamaxı sakinlərinin evində qonaq olub. O, bu barədə görüntüləri Instagram hesabında paylaşıb. Şamaxı rayonunun Şirvan kənd sakini İxtiyar Qocayevin və Meysəri kənd sakini Vəli Şahverdiyevin evlərində qonaq olduq. Səmimi qonaqpərvərliyə görə təşəkkür edirəm, Leyla Əliyeva paylaşımına əlavə edib. Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov xalq şairi Ramiz Rövşəni evində ziyarət edib. Bu barədə o, Instagram səhifəsində paylaşıb. Dəyərli xalq şairimiz Ramiz Rövşəni ad günü münasibəti ilə şəxsən təbrik etmək, mədəniyyətimizin bir hissəsinə çevrilmiş bu insanın qonağı olmaq çox xoş idi. Ramiz Rövşən Azərbaycan ədəbiyyatının və poeziyasının inkişafına böyük töhfə verib. Onun yaradıcılığını müxtəlif nəsillər tanıyır və sevir. Ona möhkəm can sağlığı, uzun ömür və müvəffəqiyyətlər arzulayıram, deyə paylaşımda qeyd edilib. Qeyd edək ki, bugün Ramiz Rövşənin 79 yaşı tamam olur.